Bir fikir də deyəcəm. Mənə tırlarla bağlı məlumat verdilər. Dedilər ki, Ramiz Mehdiyevin əvvəllər 300-ə yaxın tırı vardı, indi artıq 1000-dən yuxarı tırı var. O Azərbaycanda işləmir, əsasən Avropada işləyir. 1000-dən yuxarı tırı. Yəni bu gün Ramiz Mehdiyevin bütün varını, yoxunu, dövlətini, hər şeyini əlindən alsaz belə 1000 tırın gətirdiyi gəlir, kısa müddətdə Ramiz Mehdiyevi yenə də milyoner yapacaq. Buna görə də oyun oynamağı yığışdıraq. Dövlət çevrilişi olub, nə bilim, bu plan niyə ortalığa atılıb? Bu artıq hökumətin, dövlətin üst düzeyində olan adamların xüsusi bir planı da ola bilər. Kimlərisə açığa çıxartmaq üçün bu meydana atıla bilər, kimlərisə tanımaq üçün, Rusiyanın yeni sistemini üzə çıxartmaq üçün ki, bu cür yazılar, bu cür mən şərh edirəm, Ramiz Mehdiyevi aralayırlar oradan. Bəli, çünki mənim kimi oğullar var burada, belə şeyləri izləyib atırlar, hakimiyyətə, hökumətin o müvafiq qurumlarına da belə yardım eləyirlər bu məsələdə. Baxın, görün, hədəf hardadır? Kimlər girir bu meydana? Köhnələri çıxartmaqla təzələr soxulur ortalığa. Bəli, ifşa olunasız, ifşa olunasız. Bizlər ölsək də, həbs olunursaq da, döyülsək də, söyülsək də, bizlərdən sonra yeniləri çıxacaq. Çünki niyə? Siz həmişə ifşa olunacaqsınız. Olunmağa layiqsiniz ona görə. Siz vətənə xəyanət edən adamlarsınız. Rusiyaya xidmət eləmək, hər şeyini satmaq, şərəfini satmaq, ləyaqətini satmaq. Budur, bundan gedir. Yoxsa oturublar orada, yalanla Sərdar Cəlaloğlu ortalığa atıblar. Hədə qoyma, Sərdar Cəlaloğlu güya Ramiz Mehdiyevin adamıymış. Vay. Nə böyük tapıntı tapdınız, hə? Deməli, bu boyda ölkədə bir nəfər adam tapıbsınız, o da Sərdar Cəlaloğlu oldu, eləmi? Ramiz Mehdiyevin APya sual verirəm, Dövlət Şurasında təmsil olunanlar kimdir? O deyir ki, Əzrail gəlir, deyir ki, buradan 3 nəfər aparacam. Hamı çönür, baxır, nökərin üzünə, əstağfurullah, indi Sərdar bəy də yanlış anlaması. Deyir ki, biri mən. Hamı baxır, deyir, biri mən. Sonra, indi burada hamı deyir ki, Ramiz Mehdiyev Dövlət Şurasının sədri özü olub, yəqin ki, muavində Sərdar Cəlaloğludur, eləmi? Bunun ofisləri kim olub? Nə eləmək istəyirsiniz? Kimi gizlədirsiniz, bədbaxtlar. Ay Allahın yazıqları. Hələ burada biri də var. İndi onu da sizin diqqətinizə çatdıracağım. Baxın, dostlar. Rəsul Quliyev. Bununla bağlı sabahlarım Hacı Qalibin bir yazısı var. Onu da oxuyacağım. Spiker, keçmiş, özdə bunu həmişə deyirlər, ex-sabiq spiker. Bəlkə də Azərbaycan siyasətində tanıdığım ən qorxaq adamdır. Ən qorxaq adam, ən riyakar adam, yalancı, hər tün, bunun pulunu, malını qəsb eləyən bu adamı mən belə tanıyıram. Çünki niyə biz partiyada olmuşuq biz? İlk gündən partiyada onunla cəmi 2-3 ay eləmişəm, təmasım olub 2-3 dəfə. O təmasdan sonra demişəm ki, bu adam fırıldaqçıdır, maşennikdir qardaş bu adam. Və ta o bizim partiyadan uzaqlaşdı, nə qədər ondan mübarizə aparmışam. Bunu bütün Azərbaycan Demokrat Partiyası hamısı bilir. Hətta o vaxtı ATV-dən gəlmişlər, məndən müsahibət almışlar televizordan ki, Rəsul Quliyevlə sənin aranda nə münasib, onlara da sərf edirdi axı, partiya içi çəkişmələr, daxili çəkişmələr. İndi görün ki, Ramiz Mehdiyevi nədə qınıyır bu Rəsul Quliyev? Artıq uzun illərdir Rusiyanın Azərbaycanda çoxsaylı agentlərinin fəaliyyət göstərdiyi qeyd edilir. Mən ən azı son 5 ildə Rusların Azərbaycanda çoxsaylı agentlərinin olması təhlükəsinin qarşısını alınmağın vacibliyini qeyd etmişəm. Vay, yaman böyük iş görübsən. Həm ölkədə, həm də Rusiyada yaşayan və Rusiyaya xidmət edən kifayət qədər Azərbaycanlı hələ də var və onlardan təmizlənmək vacibdir. Bu ölkə 19-cu əsrdən bəri bizim üçün ən təhlükəli ölkə olub və elə də qalacaq. Rusiyanın agentlərinə qarşı son dərəcə qəddar olmaq lazımdır. Gərək bu işi görmək istəyənlərin gözü qorxsun. Rəsul Quliyevi Rusiyanı bağlayan tellər yoxdur, Amerika ilə bağlayan tellər var. Bu başqa. Rəsul Quliyev bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti bu agentləri aşkar etmək üçün bütün vasitələrdən istifadə etməlidir. Bu ağıllı məsləhət verir, ağsaqqal məsləhəti verir. Dövlət Təhlükəsizliyi Xidməti bunu bilmirmiş. Əgər Mehdiyev kimin, əgər Mehdiyev kimin qorxaq bir adam cəsarətə gələ bilibsə, görün, az cəsarəti olanların sayı nə qədərdir? Şübhəlilər təcili həbs edilməlidirlər. Fikirlərini bölüşdükləri və müəyyən vəzifələr vəd etdiyi adamlar xəbər vermədiklərinə görə həbs edilməlidirlər.
Mən onun Putin tərəfindən satıldığına inanmıram. Çünki o özü KGB-də olub və onlar heç vaxt agentlərini satmırlar. Çox ehtimal ki, bizim təşkilatlar uzun müddətdir onun izinə düşüblər və nəhayət ilişdiriblər. Bu dəqiqə kimlərin gözaltına alınması aydındır. Bunun üçün xüsusi ağıl tələb olunmur. Ancaq mənim bu adları sadamağım düzgün olmaz. Əminəm ki, onların həbs edilməsi uzun çəkməz. O ki, qaldı orden medallara, satqınlar Azərbaycan orden və medalları daşıya bilməzlər deyə Rəsul Quliyev bildirir. Rəsul Quliyev Ramiz Mehdiyevi cəsarətsizlikdə ittiham edir. Halbuki ən böyük cəsarətsiz elə onun özüdür. Vaxtı ilə 2003-cü il hadisələrində Rəsul Quliyevin Azərbaycana gəlmə məsələsi reallaşanda Gruzdikindən gəlib Ukraynadan geri qayıtmışdı. Niyə? Təyyarədə çatanda ona bir nəfər adam buradan demişdi ki, məndə məlumat var ki, sən təyyarədən yenəndə səni tutacaqlar. Adam prezident olmaq istəyirdi. İlham Əliyevi yıxmaq istəyirdi. Nə günə qalmışdı? Yaxşıdır ki, gəlməyib ha. Yaxşıdır ki, gəlmədi. Həqiqətən də mən həmin dönəmdə Rəsul Quliyevdənsə İlham Əliyevin hakimiyyətə gəlməsini istəyirdim. Çünki bu adamla təmsil olunduğu partiyada elə şeylərə rastlaşdım ki, dəhşətə gəldim. Mən gördüm ki, adam dələduzdur, adam sadəcə onun bunu pulun yığmaqla məşğuldur. Hamının haqqını qəsb eləməklə bax. Hətta bir paraşa buraxmışdı ki, güya bizi o saxlayır. Baxın ha, güya bizi o saxlayır. Halbuki hələ bu gündə Rəsul Quliyev mənə 12.800 dollar, dəqiqliylə deyim, 12.800 dollar verəcəyi var. Mənə dedi, get kağız al, narahat olma, mən sənə pul verəcəyəm, qəzetin maliyyələşmə, qəzetin pul dayanmışdı, mənim datı pulum qutarmışdı. Xəbər göndərdim, dedim, qardaş, qəzet dayanır. Neyniyim? Dedi ki, sən get kağız al, narahat olma, mən sənə pulu verəcəyəm. Mən getdim deməli, bankdan kredit götürdüm o vaxtı. 12.800 dollar getdim, kağız aldım, qəzeti yenidən işə saldım. Amma o mənə nə desə yaxşı, dedi ki, mənim pulum yoxdur, imkansız da, vəziyə gələndə verəcəyəm. Sonralar bəlli oldu ki, adam ölkədən milyardlarla pul aparıb. İndi oturub gör kimi cəsarətsizlikdə ittiham edir Ramiz Mehdiyevi. Ukraynaya qədər gəldi, Ukraynadan qaçdı. Yəni, bir kəlmə sözə görə ki, səni tutacaqlar. Tutmağı gözə ala bilməyən bir lider, bir qorxaq, başqasının qorxaqlıqda deyə bilməz, ittiham edə bilməz Rəsul Quliyev. Bu gündən sənin ailənin də, uşaqlarının da bura gəlmə səbəbini Hacı Qalib açıqlayıbdır. Hacı Qalib sabahları bununla mən hər kəsin diqqətinə çatdırdım ki, sənin övladların bura nə yaxşı gəlir. Hər kəsi satdın. Kəsi. Ramiz Mehdiyev heç kəsi satdın. Amma sən hər kəsi satdın. Sənin uzbatından illərlə insanlar həbsxanada yatdı. Amma sən bir qorxaq olaraq bir adama bir qəpik yardım verəm. Bu qədər cəsarətsiz, qorxaq bir adamıdır. Yana görə bilsən nə qədər insan ölkəni tərk elədi. Bugün Azərbaycanın elə oğulları xaricdə yaşayır ki, hansı ağır şərtlər daxilində. Yana görə oldu bu. O adamların hamısı inanırdı ki, sən gələsən. Təəssüf ki, sənə inanırdılar, mənə yox. Çox təəssüf. Başqalarını ittiham elə başqa şeylərdə var. Rusiya agent, amma cəsarətsiz, qorxaq, nə belə ifadələr işlətmə. Çünki ən böyük qorxaq, ən böyük cəsarətsiz sənsən. Amma gir, rüşvətxor, onun pulun malını qəsb edən, hər nə desəm sənin adı o yapışar. Mən yaxşıdan. Qardaşın necə adamdır? Yol yoldaşı olmamışam deyəlim. Mən səndən yol yoldaşı. Sənin nəyə qadir olduğu da mən çox gözəl bilirəm. Başqalarını ittiham eləməm. Mən bilirəm, dostlar, Sərdar Bəlşevəndən saat çoxdur. Mən onun üçün dedim ki, yel qayadan heç nə aparılmaz.